Salam, hər vaxtınız xeyir. Bugün ətsiz, çox asanlıqla hazırlanan ləzzətli, rəngi qıpqırmızı bir borş hazırlayacağım. Əgər hazırlama qaydasını bilmək istəyirsinizsə, onu da mənimlə videoda qalın və çox asanlıqla başa salacağım. Gördüyünüz kimi rəngi qıpqırmızıdır. Hazırlama qaydası da çox asandır. Üzərinə smetan və ya sarımsaqlı qatıq əlavə etməklə yemək olar. Əvvəlcə hazırlanması üçün mən video uzun olmasın deyə orta böyüklükdə kələmin yarısını doğramışam bu şəkildə, xırda şəkildə. Üzərinə duz töküb beləcə qarışdırıram ki, kələm yumşalsın. Və orta böyüklükdə bir soğan doğramışam. Üzərinə kərə yağı və duru yağ əlavə etmişəm. Gördüyünüz kimi artıq kələm suyunu verib, yəni yumşalıbdır, hazır vəziyyətdədir. Soğanı qovururam və eyni zamanda da qazanda su qaynamağa qoyuram. Qazın o biri gözündə soğan bu şəkildə qızılı rəng aldıqdan sonra bir ədəd böyük markovu mən rəndədən keçirmişəm. Rəndənin xırda gözündən keçirmişəm və soğanda biraz qovururam. Üzərinə də mütləq qapaq qoymaq lazımdır ki, tez yumşalsın markov. Bu şəkildə olduqdan sonra üzərinə mən bir ədəd pomidor doğramışam, böyük pomidor və pomidoru da biraz qarışdırıram. Daha sonra üzərinə mən əvvəlcədən rəndədən keçirdiyim bir ədəd orta ölçüdə çuğunduru rəndədən keçirmişəm. Yenə xırda gözünə rəndədən keçirmişəm. Onu da əlavə edirəm və qarışdırıram. Yenə ağzına qapaq qoymaq şərti ilə hardasa bir 10 dəqiqə soğancıda qovururam. Sonra qapağı götürdükdən sonra üzərinə bir xörək qaşığı 9%li uksus əlavə edirəm. O 9%li, yəni sirkə əlavə edirəm. Bundan heç də narahat olmayın. Bu yemək üçündür bu sirkə, yəni ziyanı yoxdur. Və üzərinə lazım qədər duz əlavə edib qarışdırıram. Bir də bir dolu xörək qaşığı tomat əlavə edirəm. Hamısını yaxşı-yaxşı qarışdırdıqdan sonra yenə üzərinə qapaq qoyuram və yenə bir 10 dəqiqə bişirirəm. Gördüyünüz kimi rəngi qıpqırmızı olubdur. Bunun rəngini qıpqırmızı olmasını saxlamasının səbəbi uksusdur. Mütləq uksus əlavə edin. Artıq su qaynadı. Suyun üzərinə mən kartofu əlavə etdim. 4 ədəd orta boylu kartof doğradım bu şəkildə. Necə istəyirsinizsə doğraya bilərsiniz. Və kələmi də bura əlavə etdikdən sonra kartofun bişməsini gözləyəcəm. Bura biber dənələri və dəfnə yarpağı əlavə edirəm. Borşun olmazsa olmazı biber dənələri və dəfnə yarpağı mütləq olmalıdır. Kartof bişənə qədər gözləyirəm ağzına qapaq qoymaq şərti ilə. Kartof bişdikdən sonra əvvəlcədən hazırladığım hansı ki ərzaqları bura əlavə edirəm. Görürsünüz rəngi necə gözəl qırmızı alınıbdır. Sirkə, yəni o 9%li sirkə qırmızı alınmağının səbəbidir. Və bura hardasa 3 ədəd sarımsaq dişləri doğrayıb əlavə edirəm. Əzmək lazım deyil, bu şəkildə əlavə etsəniz yaxşı olar. Və hardasa bir 5 dəqiqə də belə qaynadıram ki, əvvəlcədən hazırladığım markov, çuğundur, bunların hamısı kartofa, kələmə dadı çıxsın. Və ən sonda cəfəri də əlavə edirəm və yemək hazırdır. Üzərinə smetan əlavə edib nuş edə bilərsiniz. Çox ləzzətli olur. Mütləq bu üsulu yoxlayın. İzlədiyinizə görə təşəkkür edirəm.